Salam əziz tələbələr, hər vaxtınız xeyir. Mən Ləman Qarazadə. Bugün artıq marafonumuzun ikinci günündəyik və biz bugün ingilis dilində mətnləri işləməyi öyrənəcəyik. Vaxt itirmədən mətnləri necə işləmək lazımdır ki, həm oxuyub tərcümə etməyək, həm çox vaxtımız getməsin, həm də düzgün yazmış olaq. Mətnləri işləməyin yeganə bir yolu odur ki, suallar üzərindən mətnə baxaq. Bizim imtahanda limitli vaxtımız olduğuna görə, ümumiyyətlə imtahanda ingilis dilinə ayıracağımız maksimum vaxt 1 saatdır və bu 1 saat ərzində, hətta daha tez, bəzən 40 dəqiqə, 45 dəqiqə, 50 dəqiqə belə bitirən tələbələr olur ki, digər vaxtlarını, gerdə qalan vaxtlarını məntiq və digər fənlərə ayırırlar. Buna görə də biz də bu prinsiplə yanaşmalıyıq ki, maksimum tez bir vaxtda ingilis dilini həll eləyək. Çünki ingilis dilindən sual sayı ən azdır və digər fənlərdə bizi daha çox suallar gözləyir. Ona görə vaxta qənaət etmək üçün ingilis dilində mətnləri sürətli işləməyin yollarını öyrənməliyik. Bugün bu videoda biz sizinlə bunu öyrənəcəyik. Mətnləri sürətli və tez, həm də doğru şəkildə necə işləmək olar. Ümumiyyətlə, mənim həmişə tələbələrə dediyim bir söz var ki, heç vaxt mətnləri oxumayın, tərcümə etməyin, çünki bu vaxt itkisidir, əlavə məlumatlarla yüklənirsiniz, sizə lazım olmayan hissələri oxuyursunuz, bəzən hansısa sözün tərcüməsini bilməyib həmin hissələrə ilişirsiniz və s. Bu da imtahanda əlavə gərginlik yaradır ki, bizim təbii ki, buna ehtiyacımız yoxdur. Gəlin elə bugün sizə göstərəcəyim 2 mətn üzərindən nümunəyə baxaq və daha sonra həmin PDF-i Telegram kanalımda paylaşacağım. İçəridə olan, PDF-in içərisində olan digər mətnləri də özünüz işləyib özünüzü yoxlaya bilərsiniz ki, görək, bəs siz mətnləri necə işləyirsiniz. Dediyim kimi, mətnləri oxumuruq, suallar üzərindən mətnlərə yanaşacağıq. Çünki sual tipləri elədir ki, onsuz da oxumağa ehtiyac yoxdur. Baxın, birinci sual tipi. Doğru yanlış olduğunu soruşur. Verilən cümlələrin hansı mətndə doğrudur, hansı yanlışdır? Biz sadəcə bu cümlələri mətnin içindən taparaq qərar verməliyik ki, doğru yazılıb yoxsa yanlış yazılıb. Bəzən cümlənin eynisi, bəzən əksi, bəzən hansısa inkarla əvəz edilmiş versiyası və s. ola bilər. Buna əsasən true false olduğunu təyin edirik. Digər bir sual tipi isə cümlə tamamlama, mətndə sözün mənasını tapma və s. və dediyim kimi hamısı çox asan tip suallardır ki, mətndə biz onları axtarmaqla rahatlıqla tapa bilərik. Gəlin elə birinci suala baxaq. Deməli, Carrier's invention had no effect on humidity level. Cümləni tərcümə eləməyə ehtiyac yoxdur. Təbii ki, tərcümə eləmək istəyənlər eləyə bilər, amma dediyim kimi zərurət deyil tərcümə eləyək bunu. Carrier'in invention ixtirası da deyir. İxtirası heç bir təsir göstərmədi nəmişliyin levelına. Yəni, humidity levelu ölçmək üçün və yaxud da hansısa bir təsirinə məruz qalmadı. Gəlin bu cümlədə birinci biz özümüzə açar sözlər çıxartmalıyıq. Məsələn, açar söz nə axtaracağıq mətndə? Humidity level. İkinci nə axtaracağıq? No effect. Üçüncü nə axtaracağıq? Invention. Bu sözləri tapırıq və görək bu hissədən harda danışır ki, bu cümlələr doğrudur yoxsa yanlış. Birinci abzasdan başlayırıq axtarmağa və gəldik, tapdıq ki, burada belə bir şey var. Carrier's invention made it possible to control temperature and humidity level. Bura qədər bizə kifayət eləyir. Deyir, onun invention ixtiradır. Onun ixtirası havanı kontrol eləməyə, yəni temperaturu və nəmişliyin dərəcəsini kontrol eləməyi mümkün edir. Deməli, təsiri var. Burada isə təsiri olmadığını yazıb, no effect yazıb. Ona görə artıq bilirik ki, bu variantımız yanlış olacaq. Yəni, verilən cümlə mətndə əks yazıldığına görə bu cümlə false olur. Keçirik ikinci suala. Employers were not eager to buy air conditions at first. Employers işə götürənlərdir, yəni sahibkarlar belə deyək. Were not eager, can atmırdılar. Eager can atmaqdır. To buy air conditions at first. Deməli, kondisioner almağa cəhd etmirdilər. Yəni, həvəsli deyirdilər ki, kondisioner alsınlar. İndi biz bu cümləni yenə mətndə axtaracağıq. Görək, doğrudur, yoxsa yanlışdır. Ümumiyyətlə, burada əsas açar sözlərimiz nə oldu, ona da fikir verək. Employers, air conditions, bir də not eager. Bu sözlərə fikir verməliyik. Görək, mətndə var, yoxsa yox. Açar sözümüz employer olduğuna görə bu hissədə belə bir söz görürəm. Employers regarded air condition as a luxury. Deyir ki, işə götürənlər, sahibkarlar, deməli, kondisioneri luxury hesab edirdilər, yəni rahatlıq, komfort hesab edirdilər. They considered that if they were paying people to work, they shouldn't paying for them to be comfortable as well. Deyir, onlar fikirləşirdilər ki, əgər onlar işçilərə işə görə pul ödəyirlərsə, onların rahatlığı üçün pul ödəməməlidirlər. Yəni, həvəssizdirlər kondisioner almaq üçün. Onda bu cümlədə də not eager, can atmırlar deyir kondisioner almağa, yəni işçilərin şəraitini yaxşılaşdırmağa. Bəli, bu da doğru cavab olacaq. Deməli, burada cavab olur A variantı. Burada da B olmuşdur. Keçirik üçüncü suala. Productivity decreased due to the installation of the air conditions.
Kondisionerlərin quraşdırılması səbəbindən məhsuldarlıq azalıb. Bizim açar sözümüz məhsuldarlıqdır, productivity, decrease azalmaqdır. Kondisionerlərin quraşdırılmasına görə məhsuldarlıq azalıb, belə bir cümlə deyir. Gəlin baxaq görək, kondisioner quraşdırılan yerdə ümumiyyətlə işin məhsuldarlığı artır yoxsa azalır? Burada hardasa elə bir cümlə var yoxsa yox? Aha, installing air condition increase productivity. Görürsüz, əks mənalı bir söz yazır. Burada increase yazır, amma sualda decrease yazır, azaldıb yazır. Deməli bu cavab olacaq false. Çünki kondisionerin quraşdırılması iş şəraitini yaxşılaşdırır və işin məhsuldarlığı artır. Amma burada isə bunun tam əksini yazıb. Keçirik növbəti suala. Industry at once prompts air conditioning as means to increase productivity among employers. Industry sənayedir. Deyir sənaye at once dərhal. Sənaye dərhal işçilər arasında among employers. İşçilər arasında məhsuldarlığı artırmaq üçün kondisioneri quraşdırdı, yəni kondisioneri təşkil etdi. Dərhal. Bu dərhal olmayacaq yəqin ki, çünki bayaq biz bir hissədə oxuduq ki, orada işə götürənlər, sahibkarlar bunun əleyhinə idi, yəni almaq istəmirdilər, həvəssiz idilər. Ona görə burada advance dərhal yazıbsa, artıq bu cümləni məncə axtarmağa da ehtiyac yoxdur. Bilirik ki, bu cümlə səhv olacaq, çünki burada dərhal aldıqlarını göstərmir. Bir müddət geniş yayılandan sonra artıq onlar nələrsə almağa cəhd ediblər, amma bayaqki hissələrdə qeyd olunmuşdu ki, onlar almağa o qədər də həvəsli deyirlər və buna görə də işin məhsuldarlığı əvvəllər az imiş. Deməli, burada da advance sözünə görə, dərhal almadıqlarına görə cavab olacaq B variantı. İndi keçirik ikinci suala. İkinci sualda nə soruşur? Which of the given sentence can start the fifth paragraph? 5-ci paragraf bu verilən cümlələrin hansı ilə başlaya bilər? Biz həmin hissələri oxumalıyıq əvvəlcə, özümüz üçün aydınlaşdırmalıyıq ki, orada söhbət nədən gedir və biz ora hansı cümləni qoya bilərik. Ümumiyyətlə, Azərbaycan dilində də belə bir sual olsa, siz həmin hissəni birinci oxuyursunuz, görək orada söhbət nədən gedir, həmin o 5-ci paragrafda və biz ora nə qoya bilərik. 5-ci paragrafı oxuyuruq. Jed Brown, an environmentalist, complains that air conditioning is a factor is global warming. Deyək, Jed Brown, hansı ki environmentalistdir, yəni ekologdur da, belə deyək, ekologdur, bəli. O deyir, kondisionerlərdən şikayət edir ki, kondisioner qlobal istiləşmənin əsas faktorudur. However, lakin he admits that it provides healthier environment for many people in the heat of summer. Ancaq deyir, o qəbul edir ki, kondisioner həmçinin yayın istisindən insanları daha sağlam eləyən, sağlamlığını təmin edən, qoruyan bir vasitədir. Okey, indi görək biz bura verilən cümlələrdən nələri qoya bilərik? Hansı cümlə bu abzasın başlığı ola bilər? Baxırıq indi variantlara bir-bir və çalışacaq ki, həmin variantları bir-bir həmin hissəyə uyğunlaşdıraq. Hansı tam məntiqli olsa, deməli doğru cavab da həmin hissədir. A variantı, air conditions cost too much in the past. Deyir, kondisionerlərin qiyməti keçmişdə çox baha idi. Bunun dəxli yoxdur. Biz burada onun xeyrindən, zərərindən və s. onu qəbul edib eləməməyindən danışırıq. Amma burada onun qiyməti ilə bağlı bir şeydir. Deməli, variantın qətiyyən əlaqəsi yoxdur. B variantına baxaq. However, air conditioning has its critics. Deyir ki, bununla belə kondisionerin də öz tənqidləri var. Critics, yəni onun da öz bəyənməyənləri var. Belə deyək, narazılıqları var və s. Bunu hardasa uyğunlaşdırıb yazmaq olar. Yəni kondisionerin bəzi tənqidləri var və onlardan biri də məsələn tutaq ki, bu adamdır, Jed Brown'dur, hansı ki ekologdur və bu ekologun narazılıqları da bunlardır. Yazmaq olar B variantı, amma dəqiqləşdirmək üçün, əmin olmaq üçün digər variantlara da mütləq şəkildə baxmalıyıq. Məsələn, C variantında. Nowadays, employers still consider air conditioning as a luxury. Deyir, bu günlərdə belə işə götürənlər, yəni sahibkarlar hələ də kondisioneri lüks hesab edirlər. Bu günlərdə yox, o keçmiş ayda idi, bayaq gördüyü o cümlədən heç baxmağa ehtiyac yoxdur. D variantında. Environmentalists also generally appreciate air conditions. Deyir, ekologlar ümumiyyətlə kondisionerləri yüksək qiymətləndirirlər. Axı, indicə ekologun biri narazılığını bildirdi. Bu abzasa bu hissəni qoymaq nə dərəcədə düzgün olar? Ona görə sonuncu varianta da baxırıq. Kondisioner deməli söndürmə səmərəli ən vacib amillərindən biridir deyir. Okay, kondisioneri most important contribution in the office. Hə, ofislərdə kondisioneri söndürmək ən vacib səmərəliliklərdən biridir, yəni vacib amillərdən biridir. Burada da kondisioneri yəni yandırmaqdan, söndürməkdən danışmır, ümumiyyətlə bir şey danışırıq deyə, yəni onun tənqidləri, mənfiləri, müsbətləri barədə. Elə onda cavabımız B variantı olacaq, çünki ən uyğun variant B variantı oldu.
B variantında nə dedi? İndi gəlin həmin abzası qoyaq və yenidən oxuyaq. B variantında deyir ki, lakin, however, kondisionerin də öz tənqidləri var. Kondisionerin də öz mənfiləri var. Və ardından Jed Brown, ekoloq, şikayət eləyir bəzən kondisionerlər haqqında və fikirləşir ki, qlobal istiləşmənin əsas səbəbidir. Ancaq o həmçinin qəbul edir onun yayalarında insanları qorumasını. Vəssalam, bu abzasa da uyğun olan cümləni tapdıq. İndi keçirik 3-cü cümləyə. 3-cü suala daha doğrusu. 3-cü sualda biz mətnə uyğun olaraq bu cümləni tamamlamalıyıq. Bəzən bu cümlə mətndə verilir və biz bunu taparaq ardını mətndən rahat şəkildə tamamlaya bilirik. Bəzən isə məntiqi bir tərcümə olur. Yəni, mətndə buna oxşar başqa hansısa bir variant verilir və biz ona əsasən bunu tamamlamalı oluruq. Gəlin, indi baxaq görək cümlədə nə deyir. The first air conditioning device, deməli, ilk kondisioner cihazından danışır ki, görək ilk kondisioner cihazında nə olub? Biz bunu mətndən tapıb və ardını tamamlayacağıq. Açar sözümüz first olmalıdır, yəni ilkindən danışır deyə. Aha, birinci abzasda. Design first air conditioning unit in 1900 just year after graduating from Cornell University. Okay. İlk kondisioner haqqında bu hissədə məlumat var və biz indi görək bunun variantlarla hansı əlaqəsi var, variantların hansında bununla bağlı məlumat verilib. İndi qayıdırıq sualın həmin hissəsini oxumağa. Deməli, A variantında deyir ki, 1902-ci ildə quraşdırılıb. Quraşdırılmaq yox, burada 1902-ci ildə onun dizayn olunmağından söhbət gedir. 1902-ci ildə ilk dəfə dizayn olub, amma ilk dəfə 1914-cü ildə bir evdə, özəl bir evdə, private house-da quraşdırılıb. Quraşdırılmağınla dizayn olunmağı fərqli şeylərdir. Ona görə A variantını götürə bilmərik. B variantında deyir ki, was similar, oxşar idi, ilk kompüterlərə oxşar idi, deyir iş prinsipinə görə. Burada kompüterlə oxşar olub olmadığına gəlin baxaq görək hansı cümlədə qeyd eləyir ki, kompüterlə oxşar idi yoxsa yox. Onun ölçüsü oxşar idi, iş prinsipi yox. Görürsünüz, ilk kompüterə onun ölçüsü oxşayıb, ölçü baxımından eyni olub. Ona görə B variantda doğru cavab ola bilməz. Baxırıq C variantına. Took up too much space to come into widespread use. Deyir ki, istifadəsinin rahatlığı üçün daha çox geniş yer tuturdu. Yəni, daha geniş yerdə, belə deyək, yayılmışdı. Were causing size of printing paper. Okay, yox, bu size deyilmiş. Onda bir daha baxacaq. Hə, bu hissədir. Too much space to come into widespread use. Gördünüz, cümlə olduğu kimi mətndə verilib. Hətta fərqli rənglə göstərim bu hissəni. Deməli, took up too much space to come into widespread use. Cümləni tapdıq və ardından gələn hissə də elə C variantında olduğuna görə görürsünüz, dəyişmədən eyni ilə yazıblar. Deməli, doğru cavab olacaq burada C variantı. Yəni, tərcüməsini bilməsək belə, ilk hava, deməli, ilk kondisionerdən danışırdı ya, həmin hissəni, ilk sözünü tapıb ardından gələn cümləni isə variantlarda axtarmaq lazımdır ki, görək cümləni necə tamamlamalıyıq. Heç digər variantlara baxmağın önəmi yoxdur. Sürətli şəkildə keçirik deyə digər variantlara da baxmağa ehtiyac yoxdur. Gəlin keçək indi o biri suala. 4-cü sual. What was the purpose of the research done in 1940 and 50s? 1940 və 50-ci illərdə araşdırmanın məqsədi nə idi? What was the purpose? Araşdırmanın məqsədi. Gəlin baxaq görək 1940-50-ci illərdə hansı araşdırmalar olub və onların məqsədi nə olub? Açar sözlərimiz 1940 və 50-dir. Bəli, bu hissədə görürük. 1940-larda və 50-lərdə sənaye artıq put-out araşdırmağa başlayır, fərqli bir mesaj verir, deyir millətə, yəni cəmaata fərqli bir mesaj verir öz məhsulu ilə bağlı. Araşdırma bununla bağlıdır ki, according to the research, araşdırmaya görə deməli, kondisioner quraşdırılan yerlərdə productivity daha çox olur, yəni məhsuldarlıq daha çox artır. Onda məqsəd nə olub burada? Yəni öz, belə deyək, komfortlarını önə çəkmək. Kondisionerlərin olduğu yerin komfortunu önə çəkmək. Çünki araşdırmanı işçilər arasında eləyiblər və fikir veriblər ki, maşinistlər, typist maşinisti bu arada, maşinistlər sərin yerdə daha yaxşı işləyirlər ofislərdə. Cool one, yəni sərin ofislərdə o birlərindən nisbətən daha yaxşı işləyirlər, məhsuldarlıq, productivity daha yüksəkdir. Deməli, bunların məqsədi nə olub? İndi variantlardan bunu artıq ardından tapacağıq. To persuade businesses to buy air conditions. A variantında deyir ki, onlar deməli işçiləri, daha çox biznesmenləri inandırmağa çalışırdılar ki, onlar kondisioner alsınlar. Bu variant elə doğru olacaq, çünki məqsəd bu idi. Yəni, kondisionerin komfortunu önə çıxartmaq idi və həmin o sahibkarları inandırmaq idi ki, işçilərin məhsuldarlığı kondisionerli otaqlarda daha yaxşıdır.
B variantında encourage employers to change to office. Burada encourage işçiləri ofisi dəyişməyə məcbur eləmək, cəsarətləndirmək belə bir şey deyildir. Çünki bu araşdırmanı sahibkarlarla aparır. Ona görə employer sözünü çıxırıq buradan. To make office workers produce more. Bununla da bir əlaqəsi yoxdur. Compare müqayisə də eləmir. Kondisioner müqayisəsi deyil, əksinə sərin və istinin müqayisəsidir. Convince employers that air condition cannot yazıb burada da. İnkar olmasaydı Y variantı da doğru olacaqdı. Deməli cavabımız oldu burada da A variantı. Və keçirik sonuncu suala. Sonuncu sualımız mətndə hansı sualların cavabı var, hansı sualların cavabı yoxdur. Sualın cavabı olub-olmadığını tapmaq üçün həmin cümləni bir-bir götürüb mətndə axtarmaq lazımdır. Görək bu variantlardan hansına mətndə cavab tapırıq. Bu cümlələrin hansı ilə əlaqəli mətndə nələrsə var. Birinci cümlədən başlayaq. What does Jed Brown say about air condition? Bayaqki cümlə, bayaq testdə də bu var idi. Deyir ki, bayaqki suallardan birində Jed Brown kondisioner haqqında nə demişdi? Baxın, sonuncu cümlə onun fikrinlə bağlıdır. Deyir ki, kondisionerlər qlobal istiləşmənin səbəbidir. Deməli, ona görə də burada birinci cümləni götürəcəyik. Çünki birin cavabı var. 2 dənə soruşur. When did employers start put air condition office? Nə vaxt araşdırmağa başlayıblar? When did employers start? Başladığı var. Orada 40-50-ci illər ümumi yazıb deyə dəqiq bir il yoxdur. Biz dəqiq olmayan sualın cavabını yaza bilmərik. How long did it take Wheels design? Nə qədər vaxtını apardı? How long did it take? Nə qədər vaxt apardı bu araşdırma, bu dizayn? Onun da vaxtı yoxdur. Sadəcə 1902-ci ildə dizayn eləyib, amma 1 ilə eləyib, 5 ilə eləyib, bununla bağlı bir məlumat yoxdur. Why did employers refuse to put air conditions in workplace at first? Deyir, niyə bəzi işçilər, daha doğrusu sahibkarlar düşünürdülər ki, imtina eləyirdilər öz mərkəzlərində kondisioner almaqdan. Çünki onlar kondisioneri dəbdəbə hesab eləyirdilər, lüks hesab eləyirdilər və deyirdilər ki, buna gərək yoxdur. 4-cü cavabı da var. Onda 1 və 4 doğru cavab olacaq. Və 5-ə baxırıq. How much did typists increase their output in cold office? How much? Nə qədər? Nə qədər sualının cavabı yoxdur. Deyir, makinaçıların increase artırmaqdır. Makinaçıların deməli iş məhsuldarlığını sərin ofislərdə nə qədər artırdılar? 1 dəfə, 5 dəfə, 3 dəfə və s. Biz burada how much sualına cavab verməliyik. Deməli bunun da cavabı yoxdur. Ona görə də bizim cavabımız olacaq 1 və 4. 2 dənə variant uyğun gəlir. Ümumiyyətlə çox hallarda, əksər hallarda 5 seçim varsa 2 cavab uyğun gələ bilər, amma çox az hallarda 3 cavab da uyğun gəlir. Nə 1, nə də 3-dən çox variant uyğun gələ bilməz. Buna diqqət eləyərsiniz testləri işləyərkən. Artıq birinci mətni yekunlaşdırdıq. Burada hətta birinci mətnin içində sizə tanış olmayan sözlər də qeyd olunub. Bunları da öyrənə bilərsiniz. Və daha sonra çalışın özünüzdə hansısa bir mətni işləməlisiniz ki, yəni imtahana qədər. Hardasa bir 30-35 mətn. Sizdə vərdiş yarana bilsin. Ümumiyyətlə, mətn işləmək biraz vərdişlə əlaqədardır. Nə qədər çox mətn işləsəz, o qədər də çox sizə rahat olacaq imtahanda bunu yazmaq. Çünki dediyim kimi, hamısının qaydası eynidir, hamısının işləmə yolu eynidir. Sualları mətndən axtararaq yazırsınız. Sadəcə biraz vərdişə çevirmək lazımdır. Bunun üçün də ən lazımlı mənbələrdən biri DİM-in öz test bankıdır. DİM-in magistr toplusu. Həmin o magistr toplusunun 30-dan 60-a qədər olan hissəsini işləyin. İlk 30 mətn çox asandır deyə imtahana o tipli düşmür. 30-dan sonra 60-a qədər mətnləri işləsəz imtahana qədər sizin üçün yəni kifayət qədər rahat olacaq imtahanda da həmin tipli mətnləri görəndə.